Yayda siqaret çəkmək həm də ekologiyaya ciddi zərər verir, xüsusilə də ətrafa, çevrəyə atılan siqaretlər bəzi hallarda meşə yanğınlarına da gətirib çıxarır. Tütün istehsalı və istifadəsi həm qapalı məkanlarda, həm də qlobal miqyasda havanın çirklənməsinin əsas səbəblərindən sayılır. Ekoloqlar bildirirlər ki, tütün məmulatları havaya kimyəvi birləşmə, dəm qazı, qətran, zəhərli hissəciklər və xərçəng yaradan kanserogen maddələr buraxır. Regionlarda da bəzən hətta elementar avtomobillə gedərkən söndürmədən siqareti yol kənarına atanda yay aylarında qurumuş otlar çox olur. O qurumuş otlar həmin siqaretin qığılcımından alışa bilər. İsti yay günlərində tütün məmulatlarından istifadənin yaratdığı fəsadlar daha çox olur. Belə ki, nikotinin orqanizmə təsiri ilə yanaşı yüksək temperatur ürək-damar sisteminə düşən yükü artırır. Nəbz sürətlənir, təzyiq normadan yuxarı olur. Bir mənalı olaraq demək olar ki, bizim bütün damar sistemimizə ciddi mənfi təsir göstərir. Bizim orqanizmamızın hər yerində damar olduğuna görə, ona görə də siqaret orqanizmanın hər bir nöqtəsinə, hər bir hüceyrəsinə mənfi təsir göstərir. Bir də biz tütün və tütün məhsullarından istifadə etdiyimizdə bu zaman artıq bizim bu verəcəyimiz risk daha çox olur. Siqaret həmçinin qanın oksigenlə zənginləşməsini zəiflədir. Bu isə orqanizmin ümumi tonusuna mənfi təsir göstərir. İsti havalarda bu vəziyyət yorğunluq, əsəbilik, diqqət dağınıqlığı və ümumi halsızlıqla müşahidə oluna bilər. Həkimlər isti havalarda vətəndaşların sağlamlıqlarına xüsusi diqqət yetirməyi və ən azı havanın temperaturu yüksək olan günlərdə siqaretdən imtina etməyi tövsiyə edirlər. Gülnar Elqar qızı, Emin Tağıyev, Telesəhər.